Salam əziz izləyicilər. İnformatika dərslərini mən Nazlı müəllimə sizə təqdim edəcəm. Bu kanalda mövzuları sadə və anlaşılan formada izah edəcəm ki, öyrənmək sizin üçün də daha asan olsun. Keçək dərsimizə. Bugün sizə informatika və informasiya anlayışını gündəlik həyatdan və kompüterdən nümunələrlə izah edəcəm. Hazırsınızsa, başlayaq. İnformatika nədir? İnformatika, informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və istifadəsi ilə məşğul olan elm sahəsidir. Gündəlik həyatdan bir nümunə gətirsək, bir mətni dəftərə yazmaq, sonra onu başqasına oxumaq informasiyanın emalı və ötürülməsi prosesidir. Eynilə kompüterdən bir nümunə gətirdikdə isə, şəkli kompüterə yükləmək, redaktə edib göndərmək, bu da informasiyanın emalı və ötürülməsi prosesidir. Bugünkü dərsimizdə bir sual vermək istəyirəm. Gəlin biraz düşünək. Sabah hava necə olacaq? Hansı yola məktəbə gələcəyik? Hansı yemək yeyəcəyik? Gördünüzmü? Həyatımızda hər gün qərarlar veririk. Amma bütün bu qərarlar təsadüfən deyil. Müəyyən bir məlumat əsasında verilir. Əgər məlumat olmasa, düzgün qərar da verə bilmərik. Məsələn, sabah hava yağışlı olacaq desələr, biz çətir götürürük. Əgər bunu bilməsək, məktəbə gələndə islana bilərik. Bu kiçik bir nümunə olsa da göstərir ki, informasiya, yəni məlumat bizim həyatımızda çox böyük rol oynayır. İndi isə sizdən soruşmaq istəyirəm. Gündəlik həyatda sizə vacib olan hansı məlumatlar var? Biraz düşünün və cavabınızı yorumlarda paylaşarsınız. Verilən nədir? Verilən hələ emal olunmamış, mənası şərh edilməmiş fakt və ya məlumatdır. Bunlara misal olaraq rəqəmləri, sözləri, şəkilləri misal göstərə bilərik. Sadə bir nümunə olaraq müsbət 12 rəqəmini sizə nümunə göstərə bilərəm. Müsbət 12 rəqəmi nə isə ifadə edirmi? Xeyr, heç bir informasiya vermir, yəni mənası yoxdur. İnformasiya nədir? İnformasiya latın dilindəki informatiya sözündən olub, məlumat, xəbər deməkdir. Verilənlər emal olunanda mənalı forma alır və buna informasiya deyilir. Yəni onu başa düşmək olur. İnformasiya insanın qəbul etdiyi hər bir məlumat deməkdir. Gündəlik həyatdan bir nümunə gətirsək, məsələn, belə bir misal verim sizə. Mən bayaqları veriləndə 12 rəqəm dedim. Müsbət 12 rəqəmi sizə nə isə ifadə edirmi? Xeyr. Amma biz onu cümlə daxilində işlədib desək ki, bugün hava müsbət 12 dərəcədir və hava yağışlı olacaq desək, biz artıq informasiya qəbul etmiş oluruq. Buna uyğun olaraq da gündəlik nümunə gətirsəm, məsələn, hava proqnozunu, telefonla gələn mesaj, televizorda eşitdiyimiz xəbər, dərslikdə oxuduğumuz yazı, bunların hamısı da informasiyadır. Kompüterdə nümunə gətirdikdə isə faylın içindəki şəkil, musiqi, mətn, bunlar da informasiyadır. Amma kompüterin daxilində olduğu informasiya olduğu üçün bunlar sadəcə rəqəmsal formada verilmiş informasiyalardır. İnformatika və informasiyanın fərqi nədədir desəniz, informasiya hər hansı bir məlumatdır. İnformatika isə məlumatı necə idarə etməyi, necə üzərində işləməyi öyrənən elm sahəsidir. Bilik nədir? Verilən və informasiyanı təhlil edib, əlaqələndirib nəticə çıxardıqda bu zaman bilik yaranır. Yəni emal olunmuş, mənası olan, istifadə oluna bilən bir məlumatdır. Mən bayaq sizə bir nümunə göstərdim. Dedim ki, müsbət 12 rəqəmi nə isə ifadə edirmi? Xeyr, sadəcə bu veriləndir. Və mən onu cümlə daxilində istifadə edib informasiya qəbul etmiş oldum. Və indi, bayaq tərifdə də dediyi kimi, verilən və informasiyanı təhlil edib nəticə alırıq. Bugün hava müsbət 12 dərəcə və yağışlı olacaq. Bu nümunədən belə bir nəticə alırıq ki, əgər çölə getsək, çətir götürməliyik ki, islanmayaq. Və artıq biliyi əldə etmiş olduq aldığımız nəticədən. Verdiyim izahlı nümunəni bir də vizual formada sxemlə təqdim edirəm ki,
daha yaxşı başa düşəsiniz. Gündəlik həyatda informasiya. İnsanların bir-birləri ilə ünsiyyətlərində səs informasiyası iştirak edir. İnsanlar səs informasiyanı hiss etmə orqanları vasitəsilə ala və ya ötürə bilər. Hiss etmə orqanlarına bunlar daxildir: gözlər, qulaqlar, dil, burun və dəri. Bu hiss etmə orqanlarının köməyi ilə insan ətraf mühit haqqında informasiyanı alır. Bu duyğu üzvlərinə uyğun olaraq informasiya 5 növə bölünür: vizual, səs, qoxu, taktil və dad informasiyası. Vizual informasiya göz vasitəsilə gördüyümüz informasiyadır. Səs informasiyası qulaq vasitəsilə aldığımız informasiyadır. Qoxu informasiyası burun vasitəsilə aldığımız informasiyadır. Dad informasiyası dil vasitəsilə aldığımız informasiyadır. Taktil informasiya isə dəri vasitəsilə toxunarkən aldığımız informasiyalardır. Kompüterdə informasiya. Kompüterdə informasiya istənilən verilənlərdir. Bir şəkil faylı, bir sənəd faylı və ya bir musiqi faylı. Bunların hamısı kompüter üçün informasiyadır. Kompüter üçün informasiya o verilənlərdir ki, sistem onları emal edib insan və ya başqa proqram üçün anlaşılır və istifadə oluna bilən hala gətirib. Məsələn, siz Word-də yazı yazırsınız, şəkil yükləyirsiniz. Bunlar hamısı informasiya üzərində görülən işlərdir. Şəkildə gördüyünüz bu sxem və ya ardıcıllıq gündəlik həyatda, kompüterdə və hər sahədə, elmdə də istifadə olunur. Hər gün qarşılaşdığımız məlumatlar bu ardıcıllıqla işlənir. Qısaca, gündəlik həyatda, kompüterdə daim informasiya ilə işləyirik və informatika bu işlərin necə aparıldığını öyrənir. Növbəti videoda informasiyanın xassələri və təqdim edilmə üsullarına baxacağıq. Əziz izləyicilər, biz bugün informatika və informasiya anlayışı mövzusuna baxdıq. Ümid edirəm sizə faydalı oldu. Əgər hər hansı sualınız olarsa, şərhlərdə yaza bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.